Nənəcəm, bayaq bir kef oturmuşdun, nəsə izləmişdin. Nə idi onun səbəbi? Allahın salamı olsun Əhl-i Beyt aşiqlərinə. Siz elə içəri girəndə mən qabağıma sosial şəbəkədə bir şey çıxdı. Nə çıxdı? Baxdım oğa, elə özüm bir yandan həyəcanlandım, bir yandan hirsləndim, əsəbli keçirtdim ki, axı görəsən nə olar sosial şəbəkələrdə insanda bu abur, həya, ismət deyilən bir şey var. Allah rəhmət eləsin hər ikisinə. Bu günlərin məsələn Ramazan ayıdır, Qədir gecələridir, sayılı günlər qalıb Ramazan ayına da. Bu şeylər yaraşmır axı bizim millətimizə. Özü o cürünə məsələn mömin bəndəmiz, indiki dünyamızın, bu dünyamızın imamı adlandırdığımız Allah rəhmət eləsin, yeri behişt olsun, Hacı Şahinə yaraşmayan bir hərəkətlər çəkirlər. Allah yerin behişt eləsin şəhid qızımız Hökmə xanıma da. Onları gətirib qucaqlaşdırırlar. Nə bilim nə ilə çəkirlər o, nə deyirsiniz? Proqramla yəqin ki. Proqramla da olsa adam qarşısındakı elə o proqrama saldığı adama baxar, diqqət yetirər ki, görək buna yaraşırmı, yaraşmırmı? Hacı Şahin baş qaldırıb heç kimə baxmırdı. Üz aşağı baxırdı həmişə. Yəni real həyatda heç vaxt eləməz də. O necə o bəlkə də ruhu da orada sızırlayar ki, mənə məsələn naməhrəm bir xanımla qucaqlaşdırırsan və yaxud da xanımın özü naməhrəm bir kişi ilə qucaqlaşdırırsınız. Proqram olanda nə olsa, sən indi işin, sənətin dalıcan gedirsənsə, ged nə çox artistlər, aktyorlar qucaqlaşdır. Nə edirsən elə? Axı bu din aləminə niyə sən bu cürünə ləkə vurursan? Video nə məqsədlə çəkilmişdi ki? Bilmirəm nə məqsədlə. Güya bunlar ikisi də yəqin ki mən belə fikirləşdim ki, yəqin bunların ruhları o dünyada görüşüblər. İkisi də məsələn yaxşı insanlardır. Şəhid olub o birisi. Bu elə bu da şəhid kimi bir şeydir. Şəhid olub elə. Öldürüblərsə şəhid olub deməli. Hə. Elə ona baxdım, elə siz girən momentdə həmən şeyə baxırdım. Nə tənə mən də əsəbilik keçirtdimsə, axı bu heç Hacı Şahinə yaraşmayan bir şeydir. Onu o sionistlər deyirsiniz, nə deyirsiniz? Onlar oy eləyir ki, yəni gözdən düşsün bu insan. Axı olmaz belə şey. Deyirsən o proqram da olsa düzgün deyil elə. Nə proqram, nə qeyri-proqram, heç biri düzgün Çox vaxt onu deyil. ailəsinə icazə almadan o proqramlarla başlayırlar elə bir editlər eləməyə, videolar Hansı yayırlar. ailə razı olar? Nə qızın ailəsi razı olmaz o gəlinin, nə də ki ağanın razı olmaz. Hacının ailəsi razı olmaz. Heç kim, mən kənar bir şəxs kimi baxıram, mən oyu götürə bilmirəmsə, qəbul eləyə bilmirəmsə, ailəsi necə Təəssüf ki, götürə amma bilər? bizdə söz azadlığı deyilən bir şey var, sosial media azadlığı deyilən bir şey Azadlıq var. Yəni ondan Çərçivədə. ondan cürət tapırlar, eləyirlər də o videoları paylaşırlar, Yəni çəkirlər. sən gözünə Ki qurban bilirlər ki, olsun. heç nə olan deyil. O Ona heç kim heç azadlıq nə deyən bilmir, deyil. heç o azadlıq sözünü deyənlər ki var ha.